Heç olubmu ki, öz-özünə deyəsən? Yox, mən belə adam deyiləm. Amma biraz keçəndən sonra yenə eyni hərəkət edəsən. Yenə eyni səhvə düşəsən. Bəzən də olur ki, heç bir ciddi səbəb yoxkən, kiminsə sözü, kiminsə davranışı səni həddindən artıq əsəbləşdirir. Ya da hər şey yaxşı gedir, artıq məqsədə çatmaq üzrəsən, amma nədənsə son anda özün öz yoluna daş qoyursan. Sakit qalmaq istədiyin halda içindən gələn o səs niyə səni dinləmir? Bunun bir səbəbi var və bu səbəb səndən kənarda yox, sənin içindədir. Məşhur psixoloq Carl Jung deyirdi ki, insanı idarə edən təkcə onun düşündüyü, bildiyi tərəfi deyil. İnsan çox vaxt fərqində olmadığı hisslərin təsiri ilə yaşayır. Jung bu gizli tərəfi kölgə adlandırırdı. Kölgə, sənin başqalarına göstərmədiyin, mən elə deyiləm deyib gizlətdiyin hisslərindir. Bu kölgə haradan yaranır? Uşaqlıqdan bizə çox şey öyrədilir. Ayıbdır, belə eləmə. Yaxşı uşaq əsəbləşməz. Ağlama, güclü ol. Qısqanmaq pisdir. Biz bu sözləri eşidə-eşidə böyüyürük. Amma bu hisslər yox olmur. Sadəcə içimizdə gizlədilir. Sanki onları bir qutuya yığıb, ürəyimizin ən dərin yerinə qoyuruq. Amma o qutu heç vaxt boş qalmır. Jung deyirdi, içimizdə bastırdığımız şeylər bir gün mütləq üzə çıxır. Və çox vaxt bu, bizim istədiyimiz kimi olmur. Biz sevilmək istəyirik. Yaxşı insan kimi tanınmaq istəyirik. Ona görə də bir üzümüzü hamıya göstəririk. Bu üzdə biz sakitik, mədəniyik, hər şeyi yolunda olan biriyik. Amma arxada qalan başqa bir tərəf də var. Hirslənən, inciyən, qısqanan tərəfimiz. Bu tərəfi nə qədər gizlətsək, o bir o qədər güclənir. Jung deyirdi ki, insan bu gizli tərəfini tanımasa, bir müddət sonra həyatını özü anlamadan idarə etməyə başlayır. Sonra da insan deyir, mənim şansım belədir. Halbuki, çox vaxt bu, şans yox, öz içimizdə olanların nəticəsidir. Başqaları bizi niyə bu qədər əsəbləşdirir? Diqqət et, səni ən çox əsəbləşdirən insanlar təsadüfi olmur. Kiminsə özünə güvəni səni narahat edirsə, bəlkə sən özün bu tərəfini gizlədirsən. Kiminsə rahat, sərbəst davranışı səni əsəbləşdirirsə, bəlkə sən özünə bunu qadağan etmisən. Çox vaxt biz özümüzdə qəbul etmədiyimiz şeyi başqalarında görəndə əsəbləşirik. Yəni, başqasına baxıb hirslənəndə, əslində öz içimizdəki bir hisslə qarşılaşırıq. Bəs güclü insan kimdir? Güclü insan o deyil ki, heç vaxt hirslənmir, heç vaxt səhv eləmir. Əsl güclü insan öz içini tanıyandır. O deyə bilir, bəli, mən də əsəbləşirəm. Bəli, mən də bəzən qısqanıram. Mən də qorxa bilirəm. Bunu demək zəiflik deyil. Əksinə, bu insanı yüngülləşdirir. Çünki artıq o hisslər gizlincə onu idarə etmir. Son olaraq, İçimizdəki qaranlıq tərəflə döyüşmək lazım deyil. Onu tanımaq, başa düşmək lazımdır. Çünki o qaranlıqda təkcə pis şeylər yox, həm də sənin gücün, cəsarətin və bacarığın gizlənir. Carl Jung deyirdi ki, insan yalnız işığa baxmaqla yox, qaranlığı da başa düşməklə bütöv olur. Bəs səni bu həyatda ən çox nə əsəbləşdirir? Bəlkə də cavab sənin içində gizlənir. Şərhlərdə yaz, birlikdə baxaq. Əgər bu mövzular maraqlıdırsa, kanala abunə ol. Burada insanın özü ilə bağlı danışmağa cəsarət etmədiyi mövzulara toxunuruq. Zehnin kölgəsi burada başlayır. Növbəti videoda görüşənədək.